Almaniyanın Lufthansa aviya şirkətinin pilotları 24 saatlıq tətil elan ediblər. Aksiya nəticəsində çox sayda aviya reys təxirə salınıb. Təfərrüatı Berlindən xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq bizə. Efirimizə qoşulub Günay. Söz sizdədir Günay, eşidirik. Bəli, Lufthansa'nın pilot və stüardess həmkarlar ittifaqları bugün 24 saatlıq tətil keçirir. Onlar pensiya şərtlərinin yaxşılaşdırılmasını və şirkətdə planlaşdırılan ixtisarlarla bağlı rəhbərliklə danışıqlar aparılmasını tələb edirlər. Bu barədə 10 fevral çərşənbə axşamı pilotların Ferraino'nun Kokpit həmkarlar ittifaqı və stüardessaların UFAO həmkarlar ittifaqı məlumat verib. Onlar Lufthansa əməkdaşları üçün pensiya şərtlərinin yaxşıdırılmasına və qarşıdakı kadr ixtisarları ilə bağlı rəhbərliklə danışıqlar aparılmasını tələb edirlər. Tətillə əlaqədar olaraq Lufthansa'nın deməli Frankfurt Main'dakı München, Hamburg, Berlin, Düsseldorf və Almaniyanın digər şəhərlərindəki hava limanlarından həyata keçirilməsi planlaşdırılan bütün reysləri ləğv edilib. Həmkarlar İttifaqının vitse-prezidenti Andreas Pinheiro bildirib ki, Həmkarlar İttifaqının üzvləri eskalasiyadan yayınmaq istəyiblər, lakin Lufthansa rəhbərliyindən hər hansı qarşılıqlı addım görməyiblər. Avia şirkətin sözcüsü Mark Baron isə tətili proporsional olmayan tədbir adlandırıb və həmkarlar ittifaqlarını dialoqa çağırıb. Lufthansa'nın son maliyyə hesabatına görə 2024-cü ildə şirkət mənfəətinin 5də birini itirib, onun rentabilliyi isə digər aparıcı Avropa mülki avia şirkətlərinin göstəricilərindən geri qalıb. Bu fonda Lufthansa borc yükünü azaltmaq məqsədi ilə xərclərini azaldacağını elan edib. Xüsusilə şirkət ümumi heyətin təxminən 4%-nə bərabər olan 4000 iş yerini ixtisar etməyə planlaşdırır. Bu ixtisarların təxminən 800-ü stüardessalara aid olacaq. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.